Hicama deyirlər, eləyirlər ha. Beri çərtirlər falan. Bu şeylər həqiqətən də var mı yəni doktor? Var, nə yoxdur? Doktor Seyfəddin klinikasında ən yüksək səviyyədə hicam edirik biz. Ancaq bu hicamanı eləyəndə də, zəli qoyanda da, neynəyəndə də gərək mütləq oyun çıxartmayasan. Peşəkar olasan. Adamlar qışır, ay mənim arı gəldi, ay mənim zəli gəldi. Yox, onu demədim. Nə haydı? Onu demirəm, eləyəndən danışıram, hələ eləyən. Orada çəkmək üçün, göstərmək üçün özünü götürür onu, fikirləşmir ki, bu adamın yaşı var. Bu adamın beyin damarlarında genişlənmə ola bilər. Götürür bankəni, ikisini buraya qoyur, birini buraya qoyur, birini yuxarı qoyur ki, onunla video çəksin, foto çəksin, paylaşsın. Başa düşmür ki, o yaşda sən o bankəni oraya qoyursan ki, o damarda, damar dağıla bilər, beyninə qan sıza bilər, çox ciddi fəsadlara gətirə bilər. Bu başa gedən qanın hamısı boyundan keçir də. Hicama nədir? Hicama adi qaydada müəyyən bir nahiyəni havasını çəkirsən aparatla, bankanın altında şişir, sonra onu çərtirsən, qan çıxır. Qan da çıxanda yeri qan dövranı yaxşılaşır, görürsən baş ağrısı gedir, özünü yüngül hiss edir, təzyiq olan adamlarda, xüsusilə qan təzyiq olan adam çox gözəl effekt verir. Ancaq təbii ki, onu zəli ilə bir yerdə, zəliyə heç nə çatmır. Birinci ağrı zəhəridir, ikinci zəli. Çünki zəli 250-dən artıq ferment buraxır. Üçüncü, təbii ki, orada qurbağası, dördüncü hicaması, beşinci iynə batırması. İynə batırma da çox gözəl. Amma müayinədən sonra, hə? Mütləq, müayinəsiz olmaz.